Kitab satışına münasibətiniz necədir? İnsanlar metrodan çıxanda kitabla üz-üzə gəlirdilər və əllərinə hardansa, onda da kitab da ucuz idi. Bir 6-7 manat pul düşübsə onu kitaba verə bilirdilər. İndi isə vəziyyət başqadır. İndi kitab almaqdan ötürü işdən evə gedən adam bir vaxt tapmalıdır ki, bazar günü nə vaxtsa avtobusa minim, mən gedim filan kitab evinə, oradan kitab alım. Bu da olmur, alınmır. İnsanları da başa düşmək lazımdır. Ona görə də metrolarda kitab satışı yığışdırılması kitab oxuyanların sayın ən azı 50% azaltdı. Ən azı 50% bunu cəsarətlə deyə bilər. Mən çox arzu edərdim ki, yenidən bu olsun. Kitab, başqa şeylər yox, İnsanlara mane olurdu da. Kitaba sonradan qoşurlar oyuncaqlar, nə bilim başqa nələr, tutaq ki, çantalar. Bu olmasın metroda, basa-basa olmasın. Amma kitab heç kəsə mane olmaz. Məncə də mütləqdir, bəli. Kitab olsa daha məntiqli olar.